Kardeş, peyğəmbər olaraq gəlirsən və aşağı yuxarı sən təsəvvür et ki, elə bir cəmiyyət yetişdirirsən ki, o cəmiyyətdə sənə ilk inanan uşaqlardır. Sonra öz evladlarını öz əli ilə dəfn eləyib. Öz yoldaşını öz əli ilə dəfn eləyib. 6 ay mədəsinə elə olub ki, daş bağlayıb gəzib. Təbliğə getdiyi yerdə dişinə qədər qırılıb. Bir dənə Rasulullah hədisdən dedi, bir dənə insanlara İslamiyyəti anlattı, o da gəldi qəbullər. Allah Rasulü görə bir sən nə zulümlər eləyiblər. Get görün, Avropada intibah mədəniyyəti 16-17-ci əsrə qədər gedir. Şərqdə intibah mədəniyyəti 10-cu əsrdə tamamlanıb. Nəyin hesabına? Açın intibah mədəniyyətini oxuyun, nəyin? İslamiyyətin hesabına. Heç bir iş görmə, tağut ordusu, bu işlərə əl vurma, kafir, müşrik, münafiq tayfaları. Atan namaza başladı mı? Atan başlamadı mı? Falan sən demə atan belədir. Təzə namaza başlayan kim? Ağam Əbil Fəzl Abbas zuhur elədi. Sən də zuhura inanmadın, oldun müşrik. Buradan gəldi, buradan babamgil gəldi, oradan ağamgil gəldi. Sual verirəm. Deyək ki, getmirsən, bir də görsən sənə bir 35-40 yaşında bir qardaş gəncə, 16-17 yaşlı səndə təbliğat aparır. Soruş gör onun oğlu qızı hardadır? Ya adam sual verir ki, abi, deyir ki, bu hədis var da, qudsi hədis. Sən olmasaydın Həbibim, mən bu fələkləri yaratmazdım. Əflək, bəli. Yəni o adam da qayıdıb ateist kafası ilə sual verir ki, bir adamı sevmirsən, Allah'a deyir də haşa. Mənim günahım nə idi ortada? Başa düşdün? Misal üçün biri əlsiz dünyaya gəlir, biri qolsuz, biri müharibə şəraitində. Hədə birinə sevib dəyər vermirsən, bu boyda kütlənəyə lazım idi. Əla, qəşəng, maraqlı, gözəl və elə yenə də ateistlərin IQ-sünün çatmayıb da məntiqsiz verdiyi paradoks suallardan biridir. Cəmaatı paradoks içərisinə soxub özləri də paradoksal belə deyək də membranda fırlanıb qalan adamlar. Niyə elə deyirəm mən? Çünki əzizlərim, bax, hər şeyin belə deyək də bir baş rolu olan var, bir kənar rolu olan var və yaxud da bir baş funksiyanı yerinə yetirən var, bir kənar funksiyanı yerinə yetirən var və bir də ümumi olaraq dəyərləndirmə var. Məsələn, götürsək hər bir şeyin nüvəsi var, nəyi var, mərkəzi var, falan var, filan var, adi insan orqanizminin. Mərkəzi sinir hüceyrələri var, sinir sistemi var, osu var, busu var, ətrafları var, falan var. Və yaxud da bütün orqanlar dəyərlidir, amma ürək bir başqadır. Mərkəz rolunu oynayır. Və yaxud da ki, götürək, bütün məktəblər hamısı bizim üçün dəyərlidir, amma seçilmiş bəzi məktəblər var ki, onlar bir başqa olur. Eyni zamanda, belə deyək də, rəhbərlikdə bütün işçilər dəyərlidir, amma elə işçilər var ki, onlar xüsusi işləməklə seçilirlər və bir cəhətdə bir çox işlərdə onların o fəaliyyətinin hesabına davam edir. Amma o deməkdir ki, o birislər dəyərsizdir, o birislər heçdir, o birislər mənasızdır, o birislər də olmasa olmaz. Amma o şeylər bir nevi özək təşkil edir. Necə ki, toxum bir yerdə bir şey olmalıydı. Toxuma gəlirəm. Deyə bilərsən ki, yarpaq önəmsizdir. Deyə bilərsən rüşeyin önəmsizdir. Deyə bilərsən həmin o çıxan ağac önəmsizdir. Onun sabah gələcəkdə odun olacaq, o yanacaq. Sabah bir gün o meyvə şəklində olacaq, meyvəsini yeyəcəksən. Yaz gələcək, çiçəklər olacaq, xoş qoxusu olacaq, arılar gəlib onu tozlandıracaq. Hər birisi öz prosesində dəyərlidir, amma başlanğıc nöqtə haradır? Toxum. Ya toxum olmasaydı nə olardı? O dediyimiz o bütün o gözəlliklər ortalığa çıxmazdı da. Amma indi biz duraq bütün o yarpaq, bütün çiçək, ləçək, arı, ondan sonra ağac, ondan sonra odunu, cırnatı, taxtası, tuxtası, ondan ayrılan bütün hissəcəni hamısı desin ki, niyə bu boyda mənim kimi döv ağac, balaca bir dənə toxuma dərc olmuşam. Yəni, mən belə xoş qoxu verən ləçək, gözəl, hamı gəlib məni eləyir, mən niyə bu toxuma möhtacam ki, desə. Yəni, bir məntiq araya bilərsən, bu günə qədər biologiyada, coğrafiyada, zoologiyada, bitkisel və heyvanlar aləmində hər hansı bir elə bir tezis yazılan görmüş, hər hansı bir professor görmüş elə bir şey yazsın ki, mən vəbşə bir sənə var, belə bir şey başladıram. Çiçəklərin adından toxuma etiraz aksiyası. Biz çiçəklər toxuma etiraz edirik. Biz çiçəklər idik. Bizdən xoş qoxular gəldi. Pirçon biz taxta toxumun içindən çıxmışıq. Görmüşsünüz bu günə qədər belə bir şey olsun. Yox. Əksinə, hər kəs öz fəaliyyətini yerinə yetirib
bu gün də gözəl şəkildə kainatda olan o dayanışma mexanizmini davam elətdirir. Və Allah Rəsulü Aleyhisselatü Vesselam sevirəm dediyi bir şey də toxum və çəyirdək hökmündədir. İnsanlığın toxumudur. Mən sənə bir dənə sual verim, yaxşı. Amma gəlirəm ora. Toxum olaraq, mənəvi olaraq toxumudur ha. Elə ki proqramlaşma kimi. Amma maddə olaraq, boyut olaraq o toxum ilk dəfə Adəm Əleyhisselamda təzahür edir. Deyə bilərik ki, meyvədir deyə. Bəli. Amma meyvə də içində toxum saxlayır. Yenə də eyni şey olur. Yəni kainatın bütün əmələ gətirdiyi şeylərin cəmi, bir ağacı deyirsən, ağacla misal deyirsən ki, bir ağac gəldi ərsəyə, ağacın nəticəsi nədir? Meyvə verir. Meyvə və toxum içində yenə. Və o meyvənin içərisindəki yenə o toxum yenə bir ki əvvələ qayıdır. Bəli. Yenə əvvələ döngü var da bir dənə. Bir dənə döngü var. Bəli. Və dolayısıyla da Yəni sən bu döngüdə sən də demək istədiyin şey odur ki, döngüdə sən ağaca Bəli. baxa bilməzsən. Biz baxa bilməsən niyə? Döngünün başında Allah Rəsulü Aleyhisselatü Vesselam toxum hökmündə idi. Amma peyğəmbərlik silsiləsinin bir ağac meyvəsi kimi düşsən, sonundakı meyvə yenə toxum idi. Yenə toxum Meyvə kimdir? toxum meyvədir. Yenə toxum kimdir? Allah Rəsulü. Çünki ən sonunda da meyvənin toxumu. Toxumun meyvəsi. Elə bir ki, meyvənin də içərisində yenə toxum var. Meyvə- Sanki Adəm əleyhissalam meyvə olsa belə içində yenə. Yenə Allah Rəsuludur. Muhammed sallallahu əleyhi və səlləm. Yəni ona görə də sən burada deyə bilmərsən ki, qətiyyən heç bir zaman ayda niyə belə oldu? Yox, başa düşə bilmirəm. Toxum niyə meyvə olmalı deyil? Meyvə niyə toxum olmalı deyil? Bir-birinə həm inkar sualı verirsən, həm təsdiq sualı verirsən, həm də paradoksların yüzünü birdən açırsan. Yəni burada ən çox təsir edən şey odur ki, o insana deyək də verən insana. Bəli. Niyə biz onun üstünə keçə bilmirik? Bəli. Başa düşdün mənim fikrimi? Bəli. Yəni niyə sən onu ən çox sevirsən? Bəli. Başa düşsən mənim fikrimi? Yəni bildim. Allah Azza və Cəllə niyə peyğəmbərimizi çox sevirdən məqsədi yenə də deyirəm. Çünki orada hər biriniz sual verə bilərsiniz ki, yəni fizik qısqanılma duyğusu var da, hər bir insanın qısqanılma duyğusu var. Yəni orada suallar verə bilərsiniz. Amma gəlin səmimi etiraf eləyək ki, bir şeyin ən mükəmməlini bir insan yerinə yetiribsə, bu heç də demək deyil ki, o birisi onu qısqanmalıdır. Niyə? Sual verəcəksiniz, cavab verəcək. Deməli, 124 min peyğəmbərlərin içərisində, tamam, Adəm əleyhissalamın bir imtihanı olub, Nuh əleyhissalamın bir imtihanı olub, Yusuf əleyhissalamın bir imtihanı olub, amma düşün ki, gəldiyin zaman zaten atan yox. Ana da ki, dünyaya gətirib, sənə süd verə bilməyib. Müxtəlif vəziyyətlərdə, yəni süd analarının möhtac qalmışsın. Bir neçə yaşından nə qədər elə aləmə möhtac qalmışsın. Və ən çətin vəziyyətlərində sənə dəstək olan ətrafdakılar olur. Halbuki sənin ən çox dəstək olan, ehtiyacı olan kimlərdə? Ata-analarında. Əksəriyyət peyğəmbərlərin silsiləsinə baxsan, ata, oğul. Bir cəhətdə Allah Rəsulü onların içərisində qəribdir. Üstünlükləri var. Əksinə baxanda da üstünlükləri var ki, əskiklikləri yoxdur. Əksəriyyət peyğəmbərlər oğullar, ata, oğul, yanında bəsləyib peyğəmbərini. Əksəriyyəti Allah Rəsulunun atası belə olmuş ki, onu bəsləyəcək bir peyğəmbər silsiləsi olsa da yanında olub da yəni. Və imtahan olsa da yanında olub. Bu insana özü üstəlik də 40 yaşına qədər əminliyi, əmin ola bilmə sifətində yetişdirilib. Muhammed nə qədər əmin olacaq? Seçilib sədaqətin haqqını necə vermirsən? Seçilib hər kəs içərisində düşmənlərin arasında belə əmin vəzifəsini necə qazanmısan? Və 40 yaşına qədər nə zillətlər, nə zulumlar və zarafat deyiləsən ömrünün ən belə baharında, çiçəyində özündən 10-12 yaş böyük bir xanımla ailə həyatı qurasan. Hələ ta peyğəmbərlik hələ verilməmişdən qabaq. 25 yaş. Bəli. Və əksəriyyət vaxtlarda da həyatının böyük hissəsində təhlükələrə məruz qalıb. Çoxları deyib ki, bunu aparın. Karvanlarda neçə dəfə basqına məruz qalıb. Bu uşağı aparın, bu uşaqda ciddi bir əlamətlər var. Yahudilər qısqanıblar. Xristian aləminin rahib Barsiba haqqında Xristian aləmin belə böyük yazıları var bu barədə. Yəni gələndən sonra 40 yaşına çatandan sonra peyğəmbərimizin çəkdiyi imtahanlar da bir başqa. Qardaş, peyğəmbər olaraq gəlirsən və aşağı yuxarı sən təsəvvür et ki, elə bir cəmiyyət yetişdirirsən ki, o cəmiyyətdə sənə ilk inanan uşaqlardır. Yəni belə bir dava başlarsan, bu davada da yəni sən
çox da səni sevirlər, çox da sənə dəyər verirlər. Başlatdığın davada da səni konkret olaraq sahib çıxılan ailənin nəsli yığırsan, orada sənə 2 adam sahib çıxır. Sonra öz evladlarını öz əli ilə dəfn eləyir. Öz yoldaşını öz əli ilə dəfn eləyir. 6 ay mədəsinə elə olub ki, daş bağlayıb gəzib. Təbliğə getdiyi yerdə dişinə qədər qırılıb. İndi siz bu gün ərəbləri bəyənməyə bilərsiniz, qardaş, tamam. Bu gün nə bilim o ərəbi gördüm belə elədi, bununla qucaqlaşdı belə, tamam başa düşürəm. Amma ərəb gəlin faktiki, gəlin səmimi bir şey ortaya qoyaq, bir tezis gəlir ki, ərəb tarixdə tarix yazıb qardaş. Bizim özümüzə görə mundarlıqlarımız yoxdur. Yoxdur ki, o qədər tarixdə mundarlıqlarımız olub ki, bizim hamımız, heç bir millət günahsız deyil, amma hər bir millət özünə görə öz millətini üstün sayır. Onda real faktiki danışaq. Amma biz heç bir milləti təhqirləməyə haqqımız yoxdur. Belə pismasın, yeri gələndə bizimkilər gəlib bizim üstümüzdən keçib gedən Monqolu təriflər, ərəbə gələndə başqa sözdür. Monqol sənə nə xeyir verib ki? Amma biliyorsun Çingiz xan. Yox bir Zalangi xan. Çingiz xan sənə zulmdan başqa nə var ki Çingiz xan? Çingiz deyəndə üzr istəyirəm şey deyirsən, amma Allah Rəsul Muhammed deyəndə bəzilərinin ağzı 2 metrə əyilir, amma Çingiz xan deyəndə o atam. Bir dənə Rasulullah hədisdən dedi, bir dənə insanlara İslamiyyəti anlattı, sonra da gəldi qəbullər. Allah Rəsulu görə bir sən nə zulmlar eləyiblər. Get görün, Avropada intibah mədəniyyəti 16-17-ci əsrə qədər gedir. Şərqdə intibah mədəniyyəti 10-cu əsrdə tamamlanıb. Nəyin hesabına? Açın intibah mədəniyyətini oxuyun da nəyin? İslamiyyətin hesabına. Adını bugün şərq mədəniyyəti. Bir çox şərq mədəniyyəti. İslamdan qabaq niyə o şərq mədəniyyəti tamamlanmırdı? Tamamlayardı. Niyə İmənli İslam? İslam 7-ci əsrdə gəldi, 3 əsr sonra intibah mədəniyyəti tamamlandı. Şərq dünyasında Avropa, Endülüs, İslam, bugün İspaniya dövləti tarixi bütün hamısını orta əsrlərdə nətər biz ingilis dili deyəndə hamımıza ləzzət eləyir. Papazlar. Böyle Hristiyan, baxın Allah qızartdılar. Bu Herzogların hamısının yazılan ərəbcə yazı olurmuş. Özənilmiş ərəblərə. Biz nətər birinci hər şeydə ingilis dili yazıb özənləri ingilis dili. Hətta şivlərimizdə də. Adamlar, papazlar belə ərəb dili yazılmışlar orta əsrdə. Neçə əsrlərə qədər belə olubdu. Hətta bu kişilər bu tarixi kimin hesabına yazıblar? Bu mədəniyyəti nəyin hesabına gətiriblər? Allah Resulü Aleyhisselatü Vesselam qoyduğu bu İslamiyyətin Allahın izindən arxasınca olubdu bu məsələlər. Bəşəriyyətin inkişafı, bu proseslər. İndi, yəni belə bir peyğəmbər, belə bir addım atıb və bir dəfəsində belə bir şikayət etməyib. Rasulullah'da yəni Allah Azze ve Celle o Muhammed sallallahu aleyhi ve sellem'in üstünlüğünü mən Məhəmməddən xoşum gəlir, mənim sevimli qulumdur deyib yox. Ən üstün vəzifədə, risalətdə və Abdullah məqamının haqqını verdiyi üçün o məqama yüksəldilibdir. Kənardan görüşülə bilər ki, məsələn, sən qardaş, Ceyhun çalışqan tələbədir. Mən Allah'a xatır bunun İslamda fədakarlığına, çalışqanlığına, hizmətdə qoşduğuna və dərslərin yaxşı olsun çox istəyirəmsə, sən qısqanırsansa, bunun elədiklərini eləmədən qısqanırsansa, ürəyin bulma. Get şəxsiyyətini soru-sual elə. Sən üst-üstə sənə görə demirəm, əstağfurullah atdım kiməsə. O birisi olsun. Get özünü soru-sual elə. Sən niyə görə mən bu çox istəyirəm? Mən bu qara qaşının gözünü çox istəmirəm qardaş. Qara qaşının gözünə qalsa mənə belə bəyənmədiyim o qədər yeri var ki, bunun belə sıxmasın. Burnu. Əstağfurullah. O mənə deyil. Amma yəni məsələ nədir? Mənəviyyat məsələsində, dəyər məsələsindirsə, qardaş adam demirəm ki, Ceyhun idealdır. Mən misal çəkirəm. Demək ki, bir kateqoriyamız var. Müəllim savadlı şagirdinin qaşına gözünə qədər savadlı şagird dəyər verib gətirmək, o məqama çatır. Allah Rəsulunun da sevilməyinin bir nömrəli səbəbi həqiqətən o peyğəmbərlik risalət vəzifəsinin doğru düzgün çatdırması, zərrə qədər zərrənin ucu misqalında heç bir şəkkə, şübhəyə, ehtimada, nə bilim, nəyə baş vurmadan bütün təslimiyyəti ilə peyğəmbərliyi icra eləməsinə görədir. Abi bir nəfər var idi, sualı silindi. Misal üçün burada deyir ki, Muhammed Əleyhisselam 3000 insan dinc adam öldürüb. Özü dinc adam öldürüb deyir ha. Yəni sən indi oxumuş bir insan olaraq tarixi də bildiyin üçün Muhammed Əleyhisselam yaşadığı dövrdə nə qədər müharibə edib? Allah Rəsulü sallallahu aleyhi və səlləmin hələ yaşının belə 62.5, 63, 63.5 olmağı haqqında belə tartışılarkən 3000 nəfər dünyadan aparmağı haqqında rəvayət hardadır desin, görə elə biz bilək. Yəni bu 3000 nəfər deyir də, bu 3000 nəfərlik toplum böyük bir toplumdur, o dövrdəki topluma görə. O böyük bir toplumdur. Və onu nə qədər müddətdə öldürüb? Məsələ odur da, yəni sən nə qədər müddət şahid edib peyğəmbərimiz? 23 il kimi bir müddətin aşağı yuxarı hamısını paylasan, yəni xırda-xırış olaraq 6-7 ay davam eləyib. Amma deyir ki, dinc əhalini öldürür. Amma peyğəmbərimizin şərtləri var axı. Qardaş, dinc əhali, birinci halda o kimsə fitnəbazdır.
özündən Yox, sualı silinib zaten. Sualı zaten silinib nəyini bilmirəm. Yəni fitnə əhlidir. Allah Rəsulü sallallahu əleyhi və səlləm son anına qədər belə heç bir zaman elə bir şey, elə bir hərəkət eləməyib. Heç bir zaman. Kim sual verir, o adamın şəxsi problemi var. Adam ya İslamiyyəti bilmir, ya da ki fərqli mənbələrdən oxuyub. İslamiyyətdə Allah Rəsulunun 3000-ə dair, ümumiyyətlə demirəm qardaşlar, nəinki 3000-ə dair, Allah Rəsulunun yəni belə deyək də dünyadan köçdüyü ən son şeydir də, ən son tarixdir də belə deyək. Vida xutbəsini hansı dövrdə verdiyinə dair yəni 634 640 falan belə bu barədə belə tartışılma var ikən hələ 23 il içərisində neçə adamı nə qədər öldürməyinə dair rivayətlər hardan yığıldı ki? Bəs peyğəmbərlərin məqsədi nə idi qardaş? İnsanoğlu bir-birinin yan kimi yeyirdi. Bir-birini vəhşicəsinə rəftar edirdi. Peyğəmbərin məqsədi nə idi? Ümumiyyətlə peyğəmbərlərin məqsədi insanlığı ortalığa çəkmək. Qılavuz olmaq da yəni. Bəli, orta vasata gətirmək. Yəni ya üzrəm lələyin kimi ya heç bir cəmiyyətə heç bir fayda verməyən manqurtlar yetişdi, ya da cəmiyyəti fəsada verən bu şeylər, qoca qurtlar. Nədir? İslamiyyət yəni, ya çox dəhşətli dərəcədə ucu açıq bir müharibə baş verdi. Bəli, bəli. Ya da ki, həqiqətən də o sən deyirsən, başını aşağı salıb gəzən müsəlman. Bəli. Bax belə bir şey deyim abi. Bax Peyğəmbər Əfəndimiz əleyhissalatu vesselamın həyatında davranış prinsiplərinə baxın görə, yəni necə davranıb. Bax deyək ki, ömrü həyatında hələ heç bir kimsəyə də, yəni heç bir kimsəyə zərrə qədər ifrat davranmayıb. Zərrə qədər ha. Hətta günah işləyən, xəta işləyən, Allah rəsulunun üstünə gələn, nə bilim, dəfələrlə zina eləyən, pis günahlar işləyənin belə Allah rəsulunun əffini demiş, yəni əffini. Yəni birisi gəlir qisas məsələsində deyir, mən qisasım haqqı var, amma onu belə əff eləyir. Yəni sahabələr içərisində ən sərt davrandığı kimdir? Nisbətən. Hə. Kimə sərt davranır? Həzrət Ömərə biraz sərt davranıb. Öz əmsini kim qətl eləyir? Hə, o şey deyirsən, qırağa getdirdi, Həzrət Vəhşi. Ona belə nə deyir? Deyir, mən sənə olan vəzifəmi yerinə yetirə bilmərəm deyə qorxuram deyir. Bəli, mən sənə olan vəzifəmi yerinə yetirə bilmərəm, qorxuram. Yəni xahiş edirəm, mümkün mərtəbə mən öldürüm, sən məni öldürərsən, kəsərsən, doğrayarsan. Gör insandakı şey var. Mümkün mərtəbə deyir, mənim gözümə görünmə. O ki qaldı, yaxşı. İndi mən o sualı verənə adama demək istəyirəm ki, 3000 temasını eləyən adama. Gəlibsə sənin öz yaşadığın şəhərdə doğub, böyük başa çatdığın şəhərdə səni belə pısmasın, qanına qaltan eləyib səni qovmaq istəyir. Deyəsən, gəl ürəyim, bas qılıncı canıma deyəsən və yaxud da alnımdan at ölüm deyəsən. Öz əlini alıb müdafiə eləməyəcəksən və sənin kişiliyin, və sənin xarakterin. Heç nə yox, bir 35-40 bundan qabaq ermənilər gəlib bizim vandalizm törədəndə nə qədər dinc əhalini qırdılar. Kimisi müqavimət göstərə bildi, kimisi göstərə bilmədi. Yəni bu nə deməkdir də? Yəni bir insan nətər müqavimət göstərə bilməz. Allah Rəsulu hər zaman dinc şəkildə bunun yayılmağının tərəfdarı olub. Hətta Allah Rəsulu istəsəydi o İslamiyyəti, yəni belə duldur-buldur yaya bilməz. Yayar. Deyirsən, Ərkamın evində səssiz səmirsiz ətdə, heç kimi incitmədən, narahat etmədən, həzin-həzin, sırran tənəvvər et ki, yəni kimisə narahat edib qəlbini incitməsin, kimisə otoritəsini bozmasın. Amma bir missiya var idi. Peyğəmbərin bir missiyası vardı. Gəlib insanlığı doğru düzgün məqama çatdırmalıydı. Bugün o insanlıq onu görmək istəmirsə, yaxından uzaqdan onun mənanı kəşf eləmək istəmirsə, artıq abi yəni o insanlığın problemidir də, başa düşürsən. Abi sən həmişə deyindiyimdən mövzuya bugün mən deyilim. Hə, din tacilindən deyirdim. Sən deyirsən Ərkamın evində müəyyən müddət şey eləyiblər. Başda sual verməyəcəm. Allah Rəsulü sallallahu əleyhi və səlləm Həzrət Ayşənin evləndiyi, nikaha girdiyicə 18 yaşdan yuxarıdır. 9 yaş teması yoxdur əmin qurban. O tarixdə mən bir belə pısmazı ilahiyyatçı olaraq da, konkret olaraq deyərəm sənə, o tarixdə, yəni onun öz böyük bacısı ilə balaca, yəni öz arasında olan yaş məsafəsi elə 8-9 yaşdan yuxarıdır. Yəni nikaha girdiyi vaxt 18 yaşdan yuxarıdır. Yəni ona %100 arxayın ola bilərsən. Narahat olma. Yəni 9-8 yaş teması yoxdur. Elə bir söhbət yoxdur ümumiyyətlə. Hə, buyur. Hə. Ki Ərkanın evində bu insanlar yetişiblər də. Bugün bizim problemimiz oldu ki, məsəl üçün sən deyirsən, sərt davranmağın problemi oldu ki, biz özümüzü yetişdirmirik. Məsəl üçün insanlar 11 il yetişiblər, düzdürmü Ərkanın evində. Sonra bu paylanıb da, təməli düzgün öyrənməyəndən sonra onun üstünə qoysan da orada bir büdrəmə başlayır. Mütləq. Büdrəmə başlayır. Yəni səni o yetişdirmək istəyən insanı kimsə elə tərzi yetişdirir ki, Allaha əskər yox, özünü əskər edir. Bəli. Ona görə baş verir o sən dediyin şeylər. Ən böyük problemimiz, bəli, ən böyük problemimiz odur. Bəli. Çünki gəncləri, bax əzizlərim, gənclər, xüsusilə gənclərə xitab eləmək istəyirəm əzizlərim. Sizə yəni xitab olunan din, sizə xitab olunan İslam modeli sizi inkişafınızdan geri qoyur.
İstəyir xətrinizə dəysin, istəyir dəyməsin. Düzdür. Sizi konkret olaraq sizi ovucuna alır, sizə deyir ki, bunu eləmə, o qadağandır, bu qadağandır, bu qadağandır, bu qadağandır. Vəssalam. Artıq yəni İslamda olacaq. Təbii ki, İslamın rükünləri var. Əlbəttə, yəni normal mədəniyyətdən aşağı-yuxarı baxsan, hamısında əxlaqsızlıq düzgün deyil. Mədəniyyətlərin hər birisinə baxsan, üzr istəyirəm, içkini belə pis baxsan, hər yerdə içməyə qoymalı. Qoyurlar hər yerdə içki içməyə. İçki çıxın küçəyə sənətlər ki, polislər sənin evi yıxırlar. Metro ev girməyə. Üzr istəyirəm, açıq havada belə siqaret çəkəmsə 300 manat cəriməsi var. Yəni görsən, yəni pis işlərin yaxşı iş olsaydı belə pis çıxmasını bunu qoyardılar da. Demək ki, hansı cəmiyyətlərə getsəz, bu pis işlər elə pis işdir. Amma bunlar yəni mənim məsələn dediyim o qısıtlamaq məsələsi deyil. Qısıtlama bizən nədir? Heç bir iş görmə, tağut ordusu, bu işlərə əl vurma, kafir, müşrik, münafiq tayfaları, atan namaza başladı mı, atan başlamadı mı, falan sən demə atan belədir. Təzə namaza başlayan kimi ağam Əbülfəzl Abbas zuhur elədi, sən də zuhura inanmadın, oldun müşrik. Buradan gəldi, buradan babamgil gəldi, oradan ağamgil gəldi. Vəssalam. Bu birisindən də axı, salam aleykum gəldi, bitdi. Hərə bir dənə şey, 30 durdu bir dənə şeyə. Hələ adam hələ heç anlamamış. Getdi. Mən inan ki, bəzi məsələlərdə, qardaş, inan Allah heç birisinin xətrinə, heç bir toplumun xətrinə dəymədi. Bəzi məsələlər dövlət niyə 18 yaşdan aşağı məstə getməyə qoymur? Xəbəriniz var? 18 yaşdan aşağı məstə gedib axırı normal olan mən bir dənə gənc tələbə görmədim. Məstə gedirlər beynin yeri ilə məsciddə, qardaş. Kimlərsə oğluyur o uşaqları, kiminsə əlaltı yetişir. Keçən dəfə eşitmişik, Allah qorusun. Hansısa 18 yaşlı uşaqlar gedib hansısa səfirə üzüm eləmək istəyirlər. Bu nədir? Yəni sən din bunu sənə yetişdirib. Sən belə bir din nümayəndə. Hansısa səfirliyə, hə. Neyəsən? Yəni nə deyir? Siz gənclərin məqsədi nədir? Siz gənclər toplum olaraq nə etməlisiniz? Birinci, ən başda özünüzü dəyər verib özünüzü sevməlisiniz. İkinci, ata-ananıza layiq bir insan olmalısınız. Üçüncü, cəmiyyətdə topluma ən başda təbii ki, Allaha layiq. Amma Allahın adı altında, mən ona görə deyim, din tacirləri, Allahın adı altında bütün işlərdən gəncləri elətdirirlər. Neynəməlidir? Bu toplum neynəməlidir? Xofa düşməsin, qorxuya düşməsin, neynəsin? Problem də odur ki, bu gənc gəlib onu düzgün öyrənmir abi. Düzgün öyrənmir, bəli, gedir ora. Gəncin niyə? Çünki əzizlərim, gəncin ruhunun ehtiyacı olan vaxtıdır. Gəlib biraz ailə sıxıntıları, biraz eşq dərdinə düşüb, sevib gəlib, biraz qəlbi daralıb, istəyir ki, imana gəlsin, biraz da oradan dini söhbətlər eşidib falan filan. Gəlir. Bunlar da gəncləri hardan ovlayacaqlarını yaxşı bilirlər. Gəncin nəyə ehtiyacı var? Yetişiblər, onlar. Bəli, gəncin nəyə ehtiyacı var, oradan ovlasın. Bəli, qardaş. Ona görə dövlət də məscidləri ciddi bir şəkildə tənqid elətdirir ki, bu məscidlərə, yəni adicə demirəm, bax qardaş, əzadarlıqdır. Kimsə əzadarlıq edir, eləsin. Bizim nə əzadarlığımıza, yenə də deyirəm, nə kiməsə heç bir şey işimiz yoxdur, qardaş. Bir dənə fikirləşər ki, kim istəyir belə qılsın, kim istəyir belə qılsın, kim istəyir əssalamu aleykum desin, saqqalını belə uzatsın. O şey deyil. Nə istəyirsən o elə, məsələ o deyil, özün bilərsən. Amma toplumda qardaşımın dediyi kimi təməl düzgün atılmayanda bir dənə ciddi bir problem çıxır ortalığa. Orta əsrlərdə gəl. Orta əsrlərdə gənclərin əqidə dərsi var idi. Əxlaq dərsi var idi, ədəb dərsi var idi, mərifət dərsi var idi, cəzalət, bəlağət, fəsahət dərsi, mənəviyyat dərsləri adlanan dərslər var idi. İndi İslamiyyətə girən bir gənci namaz, dəstəmaz, oruç, aftafa, nədir onlar, dəstəmazın suyu falan filan 5 Niyə elədiyini bilməyən bir adam. Niyə belə elədiyini toplan sonra əqaid ki, oradan gəldi, əqaid sonra da rəddiyələr. İbn Hibban falana belə dedi. İbn falana belə dedi. Ay bu da bu gənc baxır, o birinci baxır maraqla. Əla axı, o deyir o qızışır. O axı belə dedi. Falan kəs belə rəddiyə göndərdi. Qızışırlar gənclərlə. O ha ilə gəlir, gənclər hu ilə gedir. Gəlirsən ürəyim. Çox az yaşamamısan elə şeyləri. Abi, onların sənə bir xeyri olub Allah üçün. İslamiyyətdə sənə verdiyi bir dəyər olub. Heç bir. Daha da İslamdan küsməyivə səbəb olub. Nifrət eləməyivə səbəb olub. Bax Allah şahid olsun bir bariz nümunəsisən də abi yəni. Bax bir qardaşımız olaraq əziyyətini çəkmisən onun. Yəni mənim də içim yanıb deyir qardaş. Çünki görən biri bir də onun replika atır. Nəm ağzı ilə danışır, mənə də yəni falan ağzı ilə danışır. Mən qardaş heç kimin ağzından danışmıram. Mən Allah şükür Allah mənə öz ağzımı verib, öz ağzımla danışaraq demək istəyirəm ki, əzizlərim, mən burada əziz valideynlərə səslənirəm, gənclərə də səslənirəm. Canlarım,
Əzizlərim, İslam dinini həqiqətən öyrənəndə şükür Allah, indiki gənclərin intellektual səviyyəsi də yaxşıdır. Maşallah belə pis bir dənə etiraz analiz eləyirlər. Analiz edəndə götür qoy eləyin ki, həqiqətən bax mən bu dünyaya niyə gəlmişəm? Və məqsədim nədir? Hara gedirəm? Eyş işrətlərimin, ləzzətlərin dalınca düşmə, əla. O da doydurmayacaq səni. O da doydurmayacaq. Get ləzzətin kralını al, dağıt. Gündə bir dənə eyş işrətə dal, gündə bir bara diskoteka get. O da bir çarə deyil. Yəni nə qədər çox dalsan, o əzab da o qədər dərin olacaq. Əzab da dərin olacaq. İşgəncəsi də mənəvi işgəncəsi də o qədər dərin olacaq. Heç kim sənə işgəncə verməyəcək usta. 500 manatlıq deyək ki, bir arağı içsən, 500 manatlıq quruz çəkərsən. 500 manatlıq quruz çəkərsən, bəli, bəli. Və yaxud da gedirsən, çox gözəl bir qız istəsən, çox böyük bir quruza düşəcəksən. Çox böyük bir quruza, bəli. Allahdan daha çox. Bəli. Məsəl üçün çirkini istəyənlər, əki bir çirkinin biri də cəhənnəm olsun. Amma gözələ yanında, oyda, cavanlığım getdi, mahnılardan oxumağa, o da səni apara biləcək bir yer yoxdur abi yəni. Ona görə də əzizlərim, baxın qardaşlar, bax bugün valla biz nə elədiyimizi bilmədiyimiz üçün. Nə elədiyimizi bilmədiyimiz. Sən özün, bax Allah şahid olsun, İslamda nə qədər zədələr alıb gəldin. Abi çox zədələr. 2 dəqiqə onu danış, xahiş edirəm. Abi bax mən sənin real nümunəsini otaq yoldaşımdan danışmışam. Zəhmət olmaz. Şamil qayıdıb keçən bir şey dedi ki, burada yenə kiməsə ilişmir ya. Bəli. Ki mən gedirdim məscidə, otururdum məsciddə. Bəli. Mən deyir onlara sual verirdim ki, filan kəs kimdir? Bəli. Biz bunun adını çəkib deyir sinə döyürük də. Bəli. Qayıdıb belə baxa dururlar, deyə bilmirlər cavabını. Kimdir o insan? Yəni sən nə elədiyini bilmirsən, amma kiməsə qoşulub bunu eləyirsən. Bəli. Məsələn, mən balaca olanda mən məscidə deyirdilər ki, bunu digər bir topluma deyirəm də, dünyəvi topluma deyirəm. Bəli. Mən deyirlər ki, məscidə baş kəsirlər. Mən də eləmə tənbəllik, dur get məscidə bir gün. Bizim məscidə gizli bir dənə otağı var. Ora gir, otur orada. Oturub gözləyirəm, güdürəm ki, gələcəklər bura, qəşəng baş kəsəcəklər. Mən də buna baxacam. Gəliblər, oturublar belə abi. Mübarək insanlardır. Oturublar. Kainatdan danışırlar, ulduzdan danışırlar. Nə bilim belə insanların haqqlarından zad danışırlar. Belə kimlərə necə fayda ola bilər elə danışırlar. Mən getdim evə. Birbaşa nənəmə demiş ki, bəs mən getmişəm məscidə. Sən başımı, sən yaxşı ki, başımı kəsməyirlər. Belə baxır o yan bu yana ki, qanıya zad eləyən yerim varmı deyə də. Deyəm ki, yəni o qədər səhv tanıdıblar bizə bəzi şeyləri. Bu səhv tanıdılmağın səbəbi də o sən dediyin sərt insanlara görədir. Bəli. Yanlış təbliğata görə də başa düşürsən. Yanlış təbliğata. Burada sən kiməsə cəlallanıb bir şey deyə bilirsən. Bəli. Birinin başını kəsərəm, nə bilim, nə edirəm, o kafir, bu zındıq. Onu qıraqdan sən görürsən, amma sənin İslamiyyət haqqında məlumatın yoxdur. Onu necə başa düşməlisən? O İslamiyyət pis şeydir. İslamiyyət pis yəni şeydir. sanki Kamaz şoförüdür. Bəli. Bu təyyarəni sürməyi öyrədirsən buna. Bu təyyarəni sürə bilmə, bu Kamaz şoförüdür. Kamaz şoförüdür, O başqa şey yükləmə onun beyninə. Bəli. O qədər deyəcək ki, ay, Kamazın qanadı yoxdur, təyyarənin qanadı var. Bu necə olsun? Başa düşürsən? O şoka düşəcək ki, belə şey ola bilməz. Onda onda deyəcək biz, ona belə deyəcək ki, onda biz tıra bir dənə qanadda tırda uçuraq. Olmayacaq, o əmələ gəlməyəcək. Bəli. Bəli, bəli. Biz tamam fərqli para şeylərdən baxırıq. Bəli, prizmalar, baxış prizmalarımız da fərqlidir. Və mən istəyərdim ki, fərqli bir baxış prizması da deyim. Baxın, həqiqətən, əslində hər bir gəncin məktəbdə oxuduğu möcüzəvi fənlər var. Onun üçün o qədər bir dəyərdir. Kaş ki bir dənə hüceyrə sistemini, nüvə sistemini öyrənə. Kaş ki bir dənə beyin mərkəz sinir sisteminə olan o əsas o lazım olan funksiyanı yerinə yetirən o neyronları öyrənə. Neyronların funksional fəaliyyətində o dendritlərdən başlayıb sinapsa qədər gedən o yolçuluğu öyrənə. Orada necə hüceyrələrin birbirini ötürməyə, refleksi öyrənə. İnsan orqanizmindəki refleksi öyrənə. Heyvanlar aləmindəki o möcüzəvi həyatı öyrənə. Bax, bunu bilsə insan daha təfəkkürlü bir insan yetişər, daha kamil bir insan yetişər. Orta əsr müsəlmanları, inan ki, professorları, nizamiləri, Füzuliləri, İbn Haldunları, Rüşdləri, hamısı bu yolla gediblər. Hansı ki, o belə şeylər var, Murciya, Furciya, Turciya modelləri, onlar hamısı tarixdə elə baş kəsib gediblər. Amma biz mədəniyyəti, bax, üzr istəyirəm, bugün o gedib öyrəndiyiniz, məscə öyrəndiyiniz şeylər var, İslamiyyətin mədəniyyəti yenə o zatlar gətiriblər. İbn Haldundan tutmuş, ta bütün fənləri qoyan ortalığa. Bugün o, mən baş kəsərəm deyən uşaqlar da gəlib elə hamına məktəblərdə oxuyur. Sual verirəm. Deyək ki, getmirsən, bir də görsən sənə bir 35-40 yaşında bir qardaş gəncə, 16-17 yaşlı səndə təbliğat aparır. Soruş gör onun oğlu qızı hardadır? Biz niyə özümüzü sevmədiyi, başqalarına öz evladımıza sevdirə bilmədiyimiz dini gedib başqalarına sevdirməyə çalışırıq? O qədər qəşəng misal verdin ki, həqiqətən də. Yəni özünə faydan yoxdur. Özünə faydan yoxdur, bəli. Sözün var, əməlin yoxdur da. Bəli. Hani səndə nə var? Göstər. Bəli, səndə nə var? Sənin ən böyük
belə deyək, göstəricinin əməlindir də, yəni. Bəli. Sən danışırsan cəmaatın qızını, oğlanı yoldan eləməyə çalışırsan, öz yolu var, amma sən Öz yolu oğlun var. öz yolunda deyil. Yəni mən də onu demək istəyirəm, demirəm nətərdir. Yəni demirəm ha haşa, təbliğ elə. Amma gözəlini anladım, o get birinci evlada başla. Deyək ki, ya Rabbim, mən evladıma bacara bilmədim. Yəni tamam, bəlkə də həqiqətən evladı üçün bir mübarizə aparıb, amma bir şey çıxmayıb da. Nə ayraq indi, başa düşürəm. Ola da bilər. Amma gəlib ən azından belə əhkam kəsərcəsinə danışma. Sanki övladını eləyirmiş kimi. Hə, sanki övladını eləyirmiş kimi yəni. Heç olmasa onun diktəsini eləmə də, yəni. Ona görə də əzizlərim, həqiqətən bax bu gün ən gözəl, ən vasat, ən istiqamətli yol mənim anlatmağa çalışım elmlə İslamın bir yerdə vəhdət təşkil elədiyi bir yolu gedin. Mərifət, muhabbətullah. Bax bu yol, mərifətullah, muhabbətullah, ləzzət ruhani yolu, hansı ki Allahı elmlə tanımaq. Allahı bütün zati sübuti sifətlərini elə coğrafiya ilə, riyaziyyatla, biologiya ilə, fizika ilə, fənlərlə Allahı tanımaq. Və ondan sonra da sevmədiyin bir Allahı sən necə ibadət edirsən? Bax bunun üzərində işləyin. Kimsə təbliğatı ilə qaza gəlib namaza başlamayın. Əziz qızlarım, kiminsə təbliğatı ilə qaza gəlib hicaba keçməyin. Lütfən, sonra vallahi əziyyətini çəkəcəksiniz. Kimlərsə beynimizin dolduranda o hicabdan razı çıxacaqsınız. Sabah bir gün gəlib yoldaşı sizdən tələb edəndə o hicabdan çıxacaqsınız. Ana qorxusu gələndə o hicabdan çıxacaqsınız. Ata qorxusu gələndə o hicabdan çıxacaqsınız. Yəni ona görə də elə bir yol seçin ki, elə bir sevgi yolu, eşq yolu, məhəbbət yolu, dəyər yolu, elm yolu, mərifət yolu olsun ki, o sizin sinəvizdə kökləksin, istiqamətdə olsun və sizin ən başda özünüzə fayda versin. Ona görə də gəlin səmimi danışaq. Hər kəsə burada sual verirəm əzizim. Sevmədiyin yeməyi yeyərsən, sevmədiyin məktəbə gedərsən, sevmədiyin paltarı geyinərsən, sevmədiyin oyunu oynayarsan, ən çox da oyunda adam tıncıxır. Sevmədiyin oyunu 2 dəqiqə oynayanmız, ürəyin partlayır. Sevmədiyin platformaya belə girənmirsən. Hər kəsin bir favori platforması var. Biri TikTok, biri Instagram, nə bilim, biri Line, hər bir yerdə takılır da. Yəni biri PUBG sevir, biri nə bilim başqa bir oyun sevir. Yəni ki, hər kəsin bir takıldığı belə bir sevdiyi bir ortam var. Sevmədiyi bir şeyin hərəkətlərini belə təkrarlaya bilmirsən. Ən az neysə olmasa özünü kökləşdir. Tək xanımlara demirəm, bu qardaşlarım olsun, əzizlərim olsun. Bizə də arada dinləndə abi. Estağfurullah. Bizə də arada vur. Yox, yəni hamımıza aiddir, ürəyim qurma. Yəni düz deyirsən, mən sənə tamamilə yəni bir də mən xətasız bir İslam modelini heç vaxt demirəm. Mən heç vaxt gənclərə, qardaşlarıma heç vaxt demirəm ki, xətasız gəlin məsum olun. Və yaxud da ona görə deyirəm, bir damcı gəncdir. Gəlir namazına başlayan kimi günahkar, ay sən xətakar. Ay sən fırılda, səndən namazından olmayıb, əməlinlə şeyin düz gəlib, get rədd ol sən. Amma halbuki o deyən öz namazdan əlaqəsi yox. Namaz əlaqəsi özü bundandır. Zaten o dindar o demezək, o bəlimə ilişmək üçün bir variant. Mənim qəlbim təmizdir, elhamdülillah, elə pak barədir, billurdandır. Məsələn nədir? Yəni demək istədiyim o ki, əzizlərim, yəni nə iniriksə elə abi, o qəşəng bir psixologiyanın bir sözü var. Səmimiyyət oynanılması mümkün olmayan yeganə rol. Az olsun, gözəl olsun və verdiyimiz, gördüyümüz, etdiyimiz bütün işlər ən başda əzizlərim birinci özümüzə faydalı olsun. Sonra ata-anamızı evin içinə, əzizlərim, o din, o İslam ki sənin ata-anava xeyri yoxdur. O İslamın ki sənin qardaş bacıva xeyri yoxdur. O İslamın ki sənin çevrəndə qonşuva xeyri yoxdur. O İslamın heç kimə xeyri yoxdur. Ona görə bugün İslam aləmi bərbat gündədir. Ona görə də tənqid olunuruq. Amma halbuki İslam belə şeylə gəlməyib. İslam öncə yaxınına, əzizinə dəyər ver, sev, öyrən, yaşat demiş əzizlər. Abi tənqid həmişə olunacaq. Prosta sadəcə məsələ. Tənqid olunacaq, amma bu müqafiyə məsələsi var, yəni. Bəli. Sən bayaq qəşəng bir dənə şey dedin, özünün də hələ indi xəbəri olduğu hədislər məsələsi var. Bəli. Yəni adam sənə sual verir ki, qardaş, Allah kimdir belə baxa-baxa durursan? Öz baxa-baxa durursan. ki, Allah niyə ibadət edirsən deyəndə baxa-baxa durursan bilirsən. Bəli. Vaxt baxdığım zamanlar olub ha. Bəli. Nəyinsə qazına gəlib namaza başlamışam, amma görmüşəm ki, mən onu araşdırmalıyam, bilməliyəm. Allah Subhanahu taala'nın Qurani-Kərimdə ən çox təkrarladığı ayətlər nədir? Təfəkkərun, əfələ təfəkkərun, əfələ tədəbbərun, əfələ təzəkkərun. Yəni sən düşün deyirdi Allah. Yəni namaz qıl deyəndə belə deyir ki, düşün. Bəli. Sənə namazı niyə əmr eləmişəm? Başa düşdün, qılırsan. Bəli. Və yaxud sənə hicabı niyə əmr elədim? Bəli. Heç düşünməz misiniz? Heç dərk etməz misiniz? Misal üçün, mənə çox maraqlı gələn suallardan biri bu idi ki, həqiqətən mən açıq-açıq deyim də, Allah Subhanahu taala niyə harama baxma bizə qada edir? Sən demə bunu elmi araşdırma ilə sübut edirlər ki, harama baxmaq sənin beyin neyronlarının gerilənməsinə və sənin yaddaş problemlərinə səbəb olur. Bəli.
Əvvəllər Yaddaş bir adam, ötürücülərini zəiflədir. əvvəllər adamlar Sinapsa girirdilər. məlumatını çatmaq aktivasiyasını Yavaş aşağı olur. salır. Arada əvvəllər insanlar girirdilər bir dənə otağa, Yasin əzbərləyib çıxırmışlar da, yəni bir dəfə. Yasini mən 3 ildə hələ əzbərləyib qutara bilməmişəm. Məsələn də, yəni. Gələ getcək qutaramıyorsun. Hə. Yox, mən də sən də heç birimiz. Yəni Bu yaxşı da Yasin əzbərləyib qutara bilirim. Mən heç onun yarısına çatamamışam. Məsələn də estağfurullah, yox. Yox, bilirəm də. Ya sən əzim, o gəl, o həm eyvallah. Sən o gözəl bir məsələyə toxundun. O İmam Şafi də deyir də haram nəzər nüsyan verir məsələsi. Həm o məsələ də var. Düzdür, tək bugünkü faktorlar, tək haram deyil, sizin açıq qidalar, başqa hər şey aid. Hər birisi də var. Çünki bir faktorda artıq 10 faktor olub o şey. Bir də abi, bir də məsələ, təməl məsələ sənin dediyin Təməl məsələ. Biz Yasini nə üçün əzbərləyirəm məsələsində qalmalıyıq. Ay, Yasin nə üçün əzbərləyir? Misal üçün deyir ki, qəşəng bir dənə o gün qəbristanlıqda sırf işi yola vermək üçün əzbərləmirsən. Hamı deyir 100 ildir tartışır ki, bardaq dolu mu, boş mu? Bir nəfər çıxıb demir ki, qardaş, bardaqda nə var? Ay, sağ ol. Nə doludur? Stacanda nə var? Qəşəng sözdür amma. Bəli. Oturub o qədər fikirləşdim ki, Mən də, bəli. uza düşmüşəm. Abi oturup onu fikirləşirəm ki, bardaqda nə var? Mesela bu dolu boşu Ölçdüyümüz şey nədir? Ölçdüyümüz şey ölçü vahdini belə bilmir. Bax sən qılınc çıxarmısan, mən təsbeh çıxarmışam məsələn. Bəli. Biri lap bir şey. Mən də o deyirəm də 100 il Bəli. təsbehlə Neyin zikr edirik? eləmək bidətdir. Biz nə edirik yəni? Nə üçün çalışırıq? Hə. Ramazanda ayla bu saatda görünməlidir. Nə bəli, eyni məsələlər, hə, ay qədər. Niyəliyindən daha çox necəliyinə baxırıq.